Deməli, biz siyahı obyektləri hansılardır? İlk öncə olaraq onu yada salmamışdan qabaq Pythonda keçdiyimiz tipləri bir daha gözümüzün qabağına gətirməliyik ki, bəli, biz Pythonda keçəcəyimiz tiplər hansı tiplərdir və yaxud da artıq keçdiyimiz tiplər. Bizim Pythonda keçdiyimiz tiplər bir tam tipdir ki, biz buna int deyirdik, hamınız bilirsiniz. İkinci keçdiyimiz tip həqiqi tipdir ki, float deyirik biz buna. Üçüncü məntiqi tipdir ki, bool deyirik biz buna. Dördüncü keçən səfər keçdiyimiz sətir tipi strings və yaxud da setləri olaraq deyirik. Amma bugünlərin keçdiyimiz siyahı tipidir ki, biz buna list adlandırırıq. Siyahı və yaxud da list dediklərimiz tipimiz nədən ibarətdir? Sətirlər necə ki, tək dırnaq və yaxud da qoşa dırnaq içərisində yazılırdısa da, siyahı elementləri sırf kvadrat mötərizə içərisində yazılan elementlərdir. Siyahının elementləri kvadrat mötərizədə bir-birindən vergüllə ayrılır. Məsəl üçün, 25,64,3, 2, 1, 2, -26 deyək. Hal-hazır ki, siyahının bütün elementləri tam ədəddir. Bəli, bir siyahının elementləri bütünlükdə tam ədədlərdən ibarət ola bilər və yaxud da hamısı həqiqi ədəd ola bilər və yaxud da hamısı sətir ola bilər və yaxud da bir siyahının elementin özü də siyahı ola bilər. Dediyim, niyə olmur ki? Və bu dediklərim, baxın, bu sırf tam ədədlərdən ibarət olan siyahı oldu. İndi götürürəm həqiqi ədədlərdən ibarət. 2.5 yazdıq, 63.5 yazıram. Bu həqiqi ədədlərdən ibarət olan siyahı oldu. Sonra sətirlərdən ibarət siyahı qoyuram. Məsəl üçün, info, buradan yazırıq dırnaqda 123.56. Bu da sətirlərdən ibarət oldu. Və elə bir siyahı da ola bilər ki, özündəki elementlər siyahı olsun. 2,1,5 bu bunun bir dənə elementidir. Bu siyahının elementi də 4, 5, 6. Baxın, gəlin baxaq görək. Bu siyahının neçədən elementi var? Deyin görün mənə, bu siyahının neçədən elementi var? Hər vergüllə ayrılan element siyahımızın bir elementidir. Bu siyahının 6 elementi var. Bəli, bu siyahının neçədən elementi var? Bu siyahının neçədən elementi var? Bunun neçədən elementi var? Şoğlar, 3 hardandır ki? Mən görmürəm axı. Bircə dənə vergül varsa, deməli 2 dənə element var da burada. Bir infodur, bir də budur. 2 dənə element. Yox. Bu siyahımızın neçədən elementi var? Bəli, biri budur, biri budur. Tabi bunun içindəkinə müdaxilə eləməyin. Və elə bir siyahı mən yaza bilərəm ki, bu tiplərin hamısı bir arada olsun. Baxın, 65 yazıram, 42.56 yazıram, bir dənə həqiqi ədəd yazıram deyim. Sonra bir dənə də götürürəm, tip olaraq yazıram siyahı. 2, 56, bir də 100. Baxın, bu siyahının neçə dənə elementi oldu? 1, 2, 3 və 4. Bəli, siyahı da bir siyahının içində qarışıq tiplərdən ibarət ola bilər. Siz artıq özünüz də bilmədən sətirlərdə keçdiyiniz bəzi şeyləri artıq siyahı ilə eynidir deyə siyahıda bunları bilirsiniz. Bunlar nədir? Gəlin baxaq. İlk öncə olaraq 2 dənə mən sətir verirəm. A sətiri bərabərdir 25, B sətiri bərabərdir 48 deyə verirəm. C-yə də bir tam ədəd verirəm. Gəlin xatırlayaq görək. Bir dənə də x, y siyahısı verək, tez baxaq görək nə olur. 2, 4, 5, bir dənə də y siyahısı olsun. Məsəl üçün 3.54 vergül, bir də olsun info, bir dənə də siyahımız olsun 1, 2. Şimdi baxın, mənim sualıma cavab verin görək. 2 sətri toplaya bilirdimmi? Yəni A üstə gələk B yaza bilirəmmi və nəticə nə çıxır? Nə çıxır A üstə gələk B-də? Onu deyin, hələ sonra fokuslanmayın. Deməli, elə çıxır ki, sətirlərin toplanması onların yapışdırılması deməkdir, konkatensiyadır. Sətirlərin toplanmasında toplananların yerini dəyişəndə nəticə dəyişir. Yəni, mən B üstə gələk A yazsam, birinci B sətrinin elementləri, sonra A sətrinin elementləri ortaya çıxır. Sətri sətrə vura bilirəmmi?
Sətri sətrə vura bilmirəm. Gördüyünüz bu iki qayda siyahılarda da tətbiq olunur. Yəni, sətrlə sətri toplaya bilirəmsə, bəli, siyahı ilə siyahını da toplaya bilərəm. O zaman x-in üstünə y gələndə necə bir görüntü əldə edəcəyəm? Görüntü ilə yadda saxlayın. O deməkdir ki, bir kvadrat mötərizə içərisində birinci x toplananın elementləri gəlir. X siyahısının, sonra y siyahısının. Siyahılarda da sətirlərdə olduğu kimi toplananların yerini dəyişəndə nəticə dəyişir. Y üstə gələ x yazanda birinci y-in, sonra x-in qiymətləri gələcək. Hamıya aydındır bu məsələ. Hətta siz siyahıların toplanmasını birini dəyişən kimi elan edib, birini adi siyahı kimi verə bilərsiniz. 78, 89 yazıram. Burada necə görüntü əldə edəcəm? Birində x siyahısının elementləri 2, 4, 5, dalınla da cari siyahının elementləri düzülmüş olacaq. Yox, ümumiyyətlə elementlər belə çıxır. Toplandı, yəni belə görsənir. Tam ədəddir, bəli. Yəni, narahatçılığa ehtiyac yoxdur. Yəni, tam ədəddir. Və baxın, sətirlə sətri toplaya bildim, vura bilmədim. Deməli, siyahı ilə sətrin məntiqi eyni işləyirsə də, x ilə y-i də bir-birinə nə edə bilməyəcəm? Vura bilməyəcəm. Gəlin, sətirlə tam ədədin baxaq. Mən A sətrini vura bilərəmmi C-yə? Yəni, 25 sətrinə nə olacaqdır? Sətirdəki elementlər tam ədədə qədər təkrarlanacaq. Onda deməli, biz bir siyahını da tam ədədə vura bilərik ki, həmin siyahının elementləri x siyahısından söhbət gedir, 2, 4, 5, göstərilən tam ədəd qədər 2 dəfə təkrarlanacaq. Bəs mən y siyahısını 3-ə vursam nə olacaqdır? Siyahının elementləri 3 dəfə təkrarlanacaq. Bu oldu 1 dəfə, bu oldu 2 dəfə, bu da oldu 3 dəfə. Aydındırmı? O zaman sətirlərlə siyahıların hər ikisində toplaya bilirəm. Sətirlə sətri, siyahı siyahını vura bilmirəm. Sətirlə ədədi, siyahı ilə ədədi vura bilirəm, amma toplayanda xəta verir. Aydın oldu bura qədər. Tamam. O zaman x siyahısını çağırıram, y siyahısını çağırıram ki, son halını görəsiniz. Len funksiyası var idi. Lenin içində biz yaza bilirdik sətir. Bəs mən lenin içində dim, boşluq, info yazıramsa, len funksiyasının mahiyyəti nədən ibarətdir? Hal-hazırki vəziyyətdə nə çıxardır cavabda? 8. Deməli, len saymaqdır. Adi həyatda əşyamızı, adamları sayanda sıfırdan başlamırıq deyə, len sətirdə də birdən başlayır saymağa. Dırnağın içində dırnaqların özündən başqa nə varsa, hər şey simvol kimi sayılır. O zaman həmin len funksiyası siyahılarda da eyni xarakterə malikdirsə, len x deyərək x siyahısının neçə elementi var? Neçə çıxardacaqdır? 3, 2, 4, 5. Len y versəm neçə çıxardacaqdır? 3. Bu 1 element, bu 2 element, bu 3 element. Aydın oldu. Lenin içindən başqa heç nə yazmağımız mümkün deyil. Bəli, necə ki biz keçən səfər sizlə sətirlərdə STR funksiyasını keçmişdim və mən STR-in içində 26 yazanda dırnaq 26 atıldı. STR-in içində 26.35 yazıram, dırnaqda 26.35 çıxardırdı. STR-in içində hər hansı bir əməliyyat yazırdımsa da necə çıxardırdı bunu? Niyə ki? STR deyir ki, sən həll elə. Həll eləyəcəyi dəyərlər 23 də tamdır, 2 də tamdır. Adi riyazi qayda olaraq 46 alınır, alınan nəticəni eləyir. STR-in içində bir sətir yazsam nə çıxacaqdır? Elə olduğu kimi də çıxacaqdır. Əgər bunu başa düşdüksə, biz bu günləri siyahı obyektinin özünə məxsus olan list funksiyasından danışmalıyam. Görürsünüz, siyahı can atır ki, hər şeyə dırnaq atıb siyahıya, sətrə çevirsin. STR can atır ki. Bugün də keçəcəyimiz list metodu can atacaqdır ki, hər şeyi siyahıya çevirsin. Bunu necə bacara biləcək? Gəlin baxaq. Məsəl üçün, yazıram imtahan boşluq maraqlıdır. Baxın, bunu necə çevirir? List məlum sətrin simvollarını bir-bir ayırır.
Hətta burada olan boşluq simvolunu belə bir simvol kimi siyahıya atır. Listin içində yaza bilərəmmi tam ədəd? Xeyr, çünki tam ədədi ixtiyarı yoxdur bölməyə. Bəs məlum tam ədədi hansı formada yazsam çevirə bilər? Ancaq dırnaqda yazsam. Listin içində yaza bilərəmmi həqiqi ədəd? Xeyr, bölə bilmir. Listin içində həmin həqiqi ədədi dırnaqda yazsam artıq bunu çevirəcək, amma nəzərə alın ki, nöqtəni də bir simvol kimi atacaqdır. Bəs listin içində başqa bir siyahı yazsam, məsəl üçün 1, 2, 3, 5. Necə çevirəcəkdir bunu? Uşaqlardan gələn suallarla deyirəm sizə də. Elə özü kimi. Necə STR elə STR-ni də özü kimi çıxardırdı? Bu da məlum siyahını bu cür çıxardacaq. Hamıya verdiyim nəyə ehtiyac olmur? Yox, da neysən siyahının özüdür. İndi listin içində bəs mən versəm belə bir sətir, diqqətli olun. Yazıram 5, 4, 7. İndi sizcə burada siyahımın elementləri hansılar olacaq və neçə dənədir? Çox diqqətsiz sizi. İş orasıdır ki, 80% qrupunda belə cavablar verirlər və çox diqqətsizsiz. Yuxarıda list, imtahan maraqlıdır, 6451-i, 123.54-ü necə ayırdı hər bir simvolunu? Hətta indi niyə eləmirsiniz bəs? Xeyr. Hər şey. İndi deyin görüm. List bu parçaladığı simvoldan neçə uzunluğa sahib olacaqdır? Çünki mən len yazmışam artıq qabağında. Neçə dənə? Xeyr. Yenə başa düşmədiniz. Əla. Uşaqlar, baxın. Niyə diqqətsizlik? Mən yazıram burada 5, 4, 7. Nə olar burada kvadrat mötərizə olanda? Sən dırnağın içində bayaq nətər razılaşdıq? Hər bir simvolu parçalayacaqsan. Listin içində olacaq kvadrat mötərizə. 1, 2, vergülün özü 3, 4, 5, 6, 7. Baxın görüntüyə. Gördünüz? Bəli. Nəyi? Niyə saymırsınız ki? Dırnağın içində nə var, nə yox, hər şeyi saymalısınız. Bax, buradakı kimi. İndi bunun günahı nədir? Dırnaqdadır deyə heç birini saymırıq. Ya da kvadrat mötərizədir deyə bunu saymırıq. Fikrim çatdı, yoxsa yox? Niyə çıxmadı ki? Dırnaq çıxdı da. Hədə burada da elə elədi. Hədə, bax burada kvadrat mötərizə 6 kimi bir simvoldur. Vergül də, məsəl üçün 5 kimi bir simvoldur. Yəni bunu əslində yadırğamamalıyıq da. Bilirsiniz, yəni eyni məntiqi prosta işarəyə görə dəyişə bilirik. İndi buna bax. İndi burada nə çıxacaqdır? Məsəl üçün deyirəm. Bu siyahının içində diqqətli olun burada. 2, 5. Görək bunu tuta biləcəksiniz. 3, 4. Buyurun. Yenə len qoyuram. Çünki mən sırf uzunluq istəyirəm. Buradan nə çıxacaqdır? Yenə səhv sayırsan. Yenə səhv sayırsınız. Yenə səhv sayırsınız. Dırnağın içində nə qədər element var? Vergüllə, kvadrat mötərizə ilə, rəqəmlə, hamısını saymalısınız. Neydi, neçə dedin? 13. 13 eşitdim. Mehdi, sən də 13 dedin. Niyə əsil saydıq Jalə? Sayırıq. 1, 2, 3, 4, 5,
6, 7, 8, 9, 10, 11, 12, 13. Şu, hamısını saydım da. Aydın oldu. Başa düşdük. Əla. Bəs yaxşı. İndi görək bunu nətər başa düşürsünüz. Buyurun. Burada nə iş görəcək? Xeyr. Niyə? Niyə? Şöyle olmasın da. Biz incə yuxarıda danışdıq axı sizlə. List içində yazılan siyahını necə siyahıya keçirir? Deyirsiniz, ay müəllim, keçirməyə ehtiyac yoxdur. Zaten bu siyahıdır. Olduğu kimi də çıxacaq. İndi bu siyahı deyil, uşaqlar, siyahıdır. Bu siyahının neçədən elementi var? Uşaqlar, yox, xahiş edirəm, qulaq asın. Bu dırnaqda deyil. Bu siyahının neçədən elementi var soruşuram. Bu sətir deyil artıq. Bu siyahının 2 dənə elementi var. 1, bir də 2. Bu siyahı olduğu kimi çıxacaqdır. Çıxandan sonra da sayacaqsa neçə olacaq? 2. Yəni, baxın, mən listdən bunu necə çevirirəm siyahıya? Cədəqə dayanın. Baxın, gördünüz nə oldu? Özü kimi də çıxır. Başa düşdüyümü yoxsa yox? Niyə? Mən listin içinə bayaq sətir yazmışdım, dırnaqdadır deyə rəngindən də görə bilərsən. Necə? 3 dənə mötərizə nədir? Yox, sən bunu neyinirsən? 2 dənə mötərizə, sən bunu neyinirsən? Bu 2 dənə mötərizə var, yumrular. Bu listinkidir. Qıraqdakı da L-ninkidir. Onun dəxli yoxdur. Bax, bu kənarda olan kvadrat mötərizə ümumi siyahının mötərizəsidir. Bu siyahının içindəki element də siyahıdır. Bu bunun birinci elementidir, bu da ikinci elementidir. Aydındır. Məsəl üçün, mən deyirəm ki, listin içində mən yazıram siyahı. Məsəl üçün, 500 vergül 800 vergül 900. İndi ekrana nə çıxacaq? Özü. Çünki bu da siyahıdır. Mən deyirəm ki, Ajale, siyahını siyahıya çevir. Deyirsən, ay mənim, nəyinə çevirim ki, özüdür də. Başa düşdüm bura qədər. İndi buna bax. İndi listin içində, bax bu 500, 800, 900-ün əvəzinə siyahının elementini başqa siyahı yazıram. Yəni, yazıram 5, 9, 6. Bu yenə başqa bir elementini yazıram. 3, 2, 1. Aydın oldu. İndi yenə deyirsiniz ki, ay müəllim, yenə siyahıdır, siyahı kimi də çıxacaqdır da. Yəni, necə? Görsən, bu kvadrat mötərizələr ümumi siyahını əks elətdirir. Bu siyahının elementi, birinci elementi budur, ikinci elementi də budur. Amma mən bunu dırnaqda yazsaydım, bax, hamısını götürüb çevirəcəkdi, sətrə çevirəcəkdi. Başa düşdük, tuta bildik listi. Əla. Bunlar funksiyadır, ha. Sətirlərlə keçdiyimiz ilk funksiya listi. Metodları indi sonra keçəcək. Növbəti funksiyamız sum funksiyasıdır. Sum nə deməkdir? Cəmləmək. Aydındır? Nəyi cəmləsin? Elə siyahı götürməlisən ki, içində yalnız ədədlər olsun. Fərqi yoxdur. Tam da həqiqi də ola bilər. Məsəl üçün, deyirəm 2, 5, bir də 7. Bir dənə də olsun 8.1. İndi mən bura sum A, özdə metod deyil, bu funksiyadır, sərbəst yazılır. Versəm, razısınız alınmış bu cəmlə? Bəli. Bəs ola bilərmi ki, mən siyahının içində sətir də verim? Yəni, məsəl üçün, mən burada yazım, dim. İndi özünüz fikirləşin və qərar verin. Sizcə sum funksiyası burada işləyə bilərmi? Xətiyə baxaraq özünüz baxa bilərsiniz ki, biz burada ancaq nə ilə nəyi cəmləyə bilərik? Həqiqi ilə, belə deyək,
tam ədədi cəmləyə bilərik. Amma sətirlə, bəli, ola bilər ki, burada lendim, onda problem yoxdur, ola bilərdi. Niyə olmur ki? Bir element kimi funksiyanın icrasını qoyardıq. O ola bilərdi. Onda deyirik ki, sum cəmləmək kimi yalnızca hansı siyahılarda iş görür? İçində tam ədəd olan siyahılardan, həqiqi ədəd olan siyahılardan. Bəs sual verirlər ki, olarmı ki, biz bu ədədlərin gözünə məntiqi kəmiyyət olan true'nu qataq? Mən sizdən soruşuram. Sizcə sum xəta verəcək, yoxsa doğrudur? Xəta verməyəcək. True'nu 1 kimi qəbul elədiyinə görə bayaq 22.1 çıxan dəyər üstünə 1 gələndə 23.1 çıxardı. Sum bu qədər asandır. Bəli? False nədir? Mənfi bir aradan çıxdı ajəli. Aydın oldu. Başa düşdük, sum nə işi gördü? Əla. Növbəti funksiyamız maksimum dəyəridir. Maksimum siyahıdakı sizcə nəyi çıxardır? Ən böyükü. Amma əlifba sırasına görə sətirlərdə işləyən siyahılarda sizcə maksimum element əlifbanın sonudur, yoxsa əvvəli? Əla. Əlifbanın sonu. Çünki A-dan Z-ə sırasına artma sırası deyirik. Artma sırası kiçikdən böyüyə deməkdir. O zaman maksimum funksiyası ədəd tiplilərdə ən böyüyü, sətir tiplərdə isə əlifbanın son simvolunu çıxardır. Bəs yaxşı, eyni şəkildə düşünsək, minimum hansı işi görür? Ədədlərdə ən kiçiyi və əlifbada isə, sətir tiplərdə isə əlifbanın nəyini? Əvvəlindəki simvolu. Əlifba deyəndə söhbət nədən söhbət ki, hansı əlifbadan gedir? ASCII-dən gedir. ASCII-ni xatırlamırsınız bəlkə də, gəlin o zaman yada salaq. Əlifbada, ASCII-də A-dan Z-ə sırasında birinci nələr gəlir? Xüsusi simvollar. Xüsusi simvollar nə deməkdir? Boşluq və digər işarələr. Sonra gəlir rəqəm. Sonra gəlir. Bax, bunlar heç bir yerdə yoxdur, bunu deyim sizə. Simvollar, rəqəmlər. Sonra gəlir Latın əlifbasının böyük hərfləri. Sonra nə gəlir? Kiçik hərflər. Ona görə siz sətir tiplilərdə maksimum funksiyasını işlədəndə əlifbanın axırını axtararsınız. Minimum işlədəndə isə əlifbanın əvvəlini axtararsınız. Bura qədər aydındır. O zaman biz elə bir siyahı verək ki, birincidə yalnız ədədlər, ikincidə isə sətirlər olsun. A bərabərdir kvadrat mötərizə içərisində, məsəl üçün, mənfi 54, vergül, mənfi 2, vergül, 0.0, vergül, 3, vergül, 48. Verdik bu ədədi. 48, bir dənə də mənfi 76 verək. Əla. Bir dənə də B olsun, yalnız sətir simvollarından ibarət olsun. 1A və yazıram burada 2Z, sonra yazaq burada 2-3, burada qeyd eləyək. AZ, burada da qoyaq, AZ. İndi bura baxın, necə işləyir. Mən A-da maksimum A versəm, ekrana nə çıxacaqdır? Əla. Minimum A versəm nə çıxacaq? Əla. Görürsünüz, burada rahatdır işləmək. İndi bunu biz əlifbaya görə etsək, maksimum B versək nə çıxacaq? Niyə? Zəhmət olmasa bax. Əlifbanın sonunda hansı hərflərdir? Z hərfi yox. Əlifbanın sonunda kiçik hərflərdir, yoxsa böyük hərflərdir, yoxsa rəqəmlərdir, yoxsa xüsusi. Onda bir daha fikirləş. Nə çıxardacaq? Əla. Minimum funksiyasını tətbiq eləsəm B-də nə çıxardacaq? 1A. Məsəl üçün, niyə 2Z, 2-3-ü çıxartmadın da 1A-nı çıxartdın? Yəni, daha əvvəldədir deyə daha kiçikdir və 1A da doğrudur. Hamıya çatdı, yoxsa yox? Necə yeganə?
Ədədlərdə işlədiyini başa düşdün? Maksimum B deyəndə ASCII əlifbasına görə yanaşırıq. ASCII-də A-dan Z-ə dediyimiz birinci xüsusi simvollar gəlir. Bura boşluq və bəzi işarələr daxildir. Sonra rəqəmlər gəlir 0-dan 9-a qədər. Sonra ingilis əlifbasının böyük hərfləri gəlir A-dan Z-ə qədər. Sonra ingilis əlifbasının kiçik hərfləri gəlir. Əgər A-dan Z-ə artma sırasıdırsa da, artma kiçikdən böyüyə deməkdir. Deməli, əlifbanın əvvəli kiçik, sonrası isə böyük deməkdir. Maksimum ən böyük mənasına gəlir deyə, sən bu sıranı hamısını əlifbadakı istifadə olunan simvollar kimi qəbul edib, sırf kiçik hərflə qurtaranı axtaracaqsan. Başlayanı. Kiçik hərflə hansı başlayır? Bircə dənə balaca A-mız. Ona görə nə çıxdı? Az. Sumu deysən, ya bunu? Summation içərisində ədəd tipləri sadəcə cəmləyir. Ədəd tam da ola bilər, həqiqi də ola bilər, məntiqi də ola bilər. Məntiqi dəyərləri true'nu 1 kimi, false-da 0 kimi qəbul edib cəmləyir. Bu qədər. Aydın oldu, bunu da başa düşdük. Əla. Funksiyalarla işimiz qutardı. İndi keçdik metodlara. Ay Allah, metod 15 dəqiqə keçə bilərəm. İnşallah keçərəm. Getdik. Metodlar elə yox, indeks var. İndi baxın, sətirlərdə bir dənə indeksi tez yada salaq. Sətirlərdə indekslənmə neçədən başlayırdı? Götürürəm burada nəyi? İnformatika sözünü. İnformatika sözündə i neçənci indeksə malikdir? 0. 0-dan başlayıram deyə axırda 10-dan qurtaracam. Yəni, bir-bir indeksləməklə. Mən birinci sətirlər üzərindən yadımıza salaq, eyni indekslənmə siyahılarda da keçərlidir. Siyahının da elementləri B bərabərdir. Tutaq ki, yazıram 2, 3, 4, 5, 6, 7, 8, 9 və siyahının elementləri də 0-dan indekslənir. Len funksiyası 1-dən sayır, amma elementləri 0-dan indekslənir. 0, 1, 2, 3, 4, 5, 6, 7 deyərək indeks nömrələrinə sahibdir. O zaman gəlin yada salaq, görək, biz indeksə görə necə müraciət edirdik. İndeksə görə müraciət sətrin mənimsədildiyi dəyişən birinci yazılır, sonra kvadrat mötərizədə istədiyimiz elementin indeksi. Jale, buna sən cavab ver. A-nın 5-ci indeksə malik elementi hansıdır? Əla. Bəs B-nin fəxriyə 2-ci elementi hansıdır? B-nin B siyahısının B siyahısının Fəxriyə, necə düşündün balam? B-də deyirəm. Baxın, harada işləyir? Bax, B-də ikincini çağırıram. B siyahıdır. Siyahının da indekslənməsi sətirlər kimidir. Sətirlərdə də 0-dan başlayıram. 0, 1, 2 və s. Siyahlarda da 0, 1, 2 deyə başlayıram. O zaman B-də ikinci indeksə malik element 0, 1, 2, 4-dür. Bu hamıya aydın oldu. Həriyə bir sual verirəm. Siz sətirlərdə inşallah ki, indekslənməni doğru başa düşmüsünüz. Başa düşmüsünüzsə, indi siyahılarda da doğru cavab verəcəksiniz. Jale, nisbətən başa düşən daha çox sənsən, səndən başlayıram. Jale, 2, 2.5. Nə demək istəyirəm və nə çıxacaq ekrana? Nə çıxacaq? Əgər dəftərdə yazmamısansa, tez-tezən şeylə. Əla, qəşəng. Növbəti sualım yenə hələ ki sənədir, Jale. Jale, nə demək istəyirəm burada? Neçə? Əla. Niyə sağa doğru getdin, yəni bir-bir? Addım yoxdur. Addım olmayanda müsbətdir və 1-dir. Ona görə sağa gedirəm. İndi neçə götürəcəksən, Jale? Neçə çıxacaqdı, zəhmət olmasa? Niyə səhv düşündün, Jale? Üçüncü element hansıdır? 0, 1, 2, 3. Sənin başlanğıcın buradan olmalıdır.
Mənfi 1 dediyinə görə 5-dən, yəni 3-cü elementdən axıra bir buranı nəzərdə tutur, bir də buranı. Addımın istiqaməti solu olacaq, çünki mənfidir. 5-in özü də daxil olmaqla, bəli, axırdan götürmürük. Mən onsuz da 3-cü indeksdən başlamalıyam. 3-cü indeks haradır? 0, 1, 2, 3. Başlanğıc mövqeyim buradandır. Mənə deyir ki, 3-dən axıra qədər. Mən də deyirəm, mən başa düşürəm 3-dən axıra qədər bir belə, bir də başa düşürəm belə. Ha tərəfə gedim. Addım mənfi olduğuna görə deyir, sola get. Sola gedəcəyimə görə də 1-1 olduğuna görə 5, 4, 3, 2 çıxardır. Aydındır. Növbəti sualım Fəxriyə sənədir. B-də 2.4. Nə demək istəyirəm? Başlanğıc yoxdur, amma addım da yoxdur. Addım da olmayanda müsbət 1 götürürəm. Hardan başlayıram? Bəli. Bəs desəydim ki, belə bir yazılış. 2.4, 2.-2. Nə demək istəyirəm? Nə çıxacaq? Niyə düzgün düşünmədiniz? Fəxriyə, 4-cü indeks haradır? 0, 1, 2, 3, 4. Başdan 4-ə gəlməliyəm ki, bunun özünü götürməli deyiləm. Baş dediyi buradan da bura gələ bilərəm. Buradan da bura gələ bilərəm. Mənfi olduğuna görə sağdan sola gəlirəm. 2, 2 dediyinə görə də 9-u götürürəm, 8-i pas keçirəm, 7-ni götürürəm. Zaten son həddə gəldiyimə görə 9-dan 7 çıxır. Aydındır. Yeganə sənədi sualım, diqqətli ol. 2, 6, mənfi 2. Niyə belə oldu yeganə? Çünki konkret 2-dən 6 aralığı sağ tərəf deməkdir. Konkretlik var. Nəticə alınıbdır. Yeganə nəticəni görürsən, qızım. Nəticə boş siyahıdır. Gözdə izah edirəm. Deməli, 2 ilə 6 aralığı konkretdir. Yəni 0, 1, 2. 2-dən getməliyəm 2, 3, 4, 5. Sağa doğru getməliyəm. Sənin aralığın sağa doğru gedir. Sənin addımın isə sola doğru gedir. Nə dedik bunu keçən səfər? Addımla aralıq tutuşmayanda nə olur? Boş siyahı çıxardır. Bəs yaxşı, desəm ki, yeganə 6, 2.2, 2.-2. Nə çıxardır? Nə çıxardır? Nə çıxardır? 6-dan 2 gedirəm. 6-dan 2-yə 0, 1, 2, 3, 4, 5, 6. 6 başlanğıc nöqtəmdir, götürürəm. 6-dan 2-nin də istiqaməti tərəfdir, bu tərəfdir. Yəni 0, 1, 2. 2-nin özünü götürmürəm. Mən bura doğru getməliyəm. Addım da mənfi olduğuna görə addımla istiqamət tutuşur deyə bəli gedə bilirəm. Amma 2-2 getdiyimə görə 8-i götürürəm, 7-ni pas keçirəm, bir də 6-nı götürürəm. 5-i götürmə şansım yoxdur, çünki addığım 2-2 idi. Deməli, sən keçən səfər dərsin bu hissəsində var idin, yadımdadır əvvəlində. Bəli. Ay, sağ ol. Amma indekslərdən, yəni zəif bilirsən. Sonra, bəli. Meyti, səsini aktiv saxlaya bilirsənsə, sənə sual vermək istəyirəm. B2 nöqtə nə deməkdir? Sətirlərdə də bu var idi, bəlkə xatırlayasan.
Bəli, hamısı. Bəs qoşa nöqtə belə yazsam. Yenə hamısı. Sən nə demək? Yəni, burada da deyir, ilk əd yoxdur, son əd yoxdur, hamısını çıxar. Burada da deyir, ilk əd yoxdur, son əd yoxdur, addım yoxdur, yenə hamısını çıxar. Bəs, belə olsa nə çıxacaq? Bəli. Niyə? Yenə deyir, ilk əd yoxdur, son əd yoxdur, hamısını çıxar. Amma bu səfər mənfi bir istiqamət sayına deyil. Tərsinə. Ay, sağ ol, tərsinə çıxartdır. Aydındır. Eşin, səsini bağlaya bilərsin. Çox sağ ol. Telman səsini aç, Zəhmət olmasa səndən də soruçum. B siyahımız hal-hazırki vəziyyətdə bu cürdür. Yəni, bax, bunun üzərindən sual verirəm sənə. Buradasan, Telman? Əla. Zəhmət olmasa da sualına cavab ver görüm. 5, 2 nöqtə. Nə demək istəyirəm? Nə çıxacaq ekrana? Ekranı tərpədim, bax. Görsən mousu yoxsa yox? Açıldı. 5, 2 nöqtə. 5-dən sonra. 5-dən sonra hara gedirəm? 5-dən axıra kimi. Sağa gedim, yoxsa geri qaydım, sola gedim? Bəli, çünki addımım yoxdur. Addım olmayanda müsbət 1 olaraq götürürəm. Buyur, 5-ci indeksdən axıra deyəndə ekrana nə çıxacaq? Beşinci indeksdəki element hansıdır, Aytelman? Deyirəm, 5-ci indeksdəki element hansıdır? B siyahısında 5-ci indeksə sahib element hansıdır? Ay, sağ ol. Düz 7-dən ara gedəcək. 8, 9. Axırıncı əd olmadığına görə. Yaxşı, Telman, buna da bir dənə cavab ver. 5, 2 nöqtə. Burada da 2 nöqtə, mənfi 2. İndi nə demək istəyirəm? Soldan başlamıram. Mövqeyim eynidir. 5-ci indeks 7-dən başlayıram. Nabarot, 5-dən axıra qədər deyəndə hara gedirəm? Sağa, sola. Sağa, sola gedirəm 5-dən. Ay, sağ ol. Onda nə çıxacaqdı? 5-i, yəni 7-ni götürəcək. Sola get, 2. Niyə? Bax, 5-ci indeks budur. Buradan başlamalıyam. Deyir, 5-dən axıra qədər get. Deyirəm, 5-dən axıra qədər bura ola bilər. Bir də bura ola bilər. Mənfi dediyinə görə bu tərəfə gedəcəm. 7-ni götürdüm, indi bu tərəfə 2 gedəcəm. 7, sonra. Bəli, 3. Şo. Nə oldu? Belə bir mənzərə. Aydın oldu. Başa düşdük. Uşaqlar, belə başa düşürəm ki, artıq 11-ci saat. Mən metodları ya çox tələsik keçməliyim, işlə başa düşməyəsiniz. Ya da ki, mən ümumiyyətcə metodları keçə bilmərəm belə qısıtlı vaxtda. Ona görə metodlarımız qalır və sizə tapşırıq olaraq nə olacaq? Yeni tapşırıq verəcəm, ayrı məsələ. Amma siz sətir metodlarını daha güclü, ümumiyyətcə indiyənə qədər Python-dan nə keçmişik, hamısını təkrarlayacaqsınız. Aydındır. Mən inşallah 4-cü gün sizə artıq keçəcəm siyahı metodlarını. Başa düşdük. K6 da onda vaxt olsa işləyəcək. Telman, Mehdi, siz də onda da biz dərsə 8-15 dəqiqə işləmiş başlayırıq. Birinci dərsimizi keçərik, yəni siyahı metodlarını keçərik. Siz girərsiniz, qulaq asarsınız, sonra çıxarsınız. Olar elə? Heç nə oldu. Sizin mənə başqa bir sualınız yoxdursa, sağ olun.